Allah'ın salamı olsun bizi izleyen herkese. Bütün canlıların suya ihtiyacı olduğu kimi arıların da suya ihtiyacı var və bunu nəzərə alaraq mən arılarım üçün bir balaca göl hazırlayıram. Burada gördüyünüz kimi simentlə qumu qarışdırıb onlar üçün su gölü düzəldirəm. Gördüyünüz kimi bel vasitəsilə də bu simentlə düzəltdiyim yeri hamarlayıram və biz bunu 1-2 gün belə hamarlayandan sonra qoyacağıq ki, qurusun. Və gördüyünüz kimi 2-3 gün qurudu, bax belə. Sonra bura gətirib çınqıl əlavə eləyirik. Bu çınqılı da təbii ki, yumalıyıq ki, onlar oradan təmiz su içsinlər. Bax görürsüz, burada çınqıl tökmüşük və su əlavə eləmişik, içirlər. Və burada mən özüm bir dənə vedrəyə krant düzəltmişəm, içini su ilə doldurub və bu buradan yavaş-yavaş damcılayır bu çınqılın üzərinə. Və bu arada arılarımız da çox gözəl işləyirlər. Yaz gəlib, havalar isinib. Çox gözəl işləyirlər. Allah bərəkət versin. Kimin nə sualı varsa yaza bilər.